Deməli, TSH yüksəlibsə, deməli burada nə var? Hipotireoz var, qalxanvari vəzin tənbəlliyi var. Qalxanvari vəzin tənbəlliyini aradan qaldırmaq üçün burada nəyə diqqət eləmək? Burada bir də anti-TC və anti-tüpü analizlərində eləmək lazımdır. Əgər bunlarda da yüksəlmə yoxdursa, qaydasındadırsa, hər gün bir çay qaşığı dəniz kələmi içə bilərsiniz. Dəniz kələmi dəmlənmir, isti suya da qarışdırılmır, soğuq suya qarışdırıb içə bilərsiniz, salatlarınıza qarışdırıb içə bilərsiniz və yaxud da ki, ağza atıb üstdən su içə bilərsiniz. Dəniz kələmi təbii şəkildə yodun miqdarını qaldırır və bədən tərəfindən əmilməsi rahatdır və davamlılıq əmələ gətirir. Baxın, məsələn, TSH yüksələndə bizdə həkimlərimiz bizə L-tiroksin dərmanı yazır və TSH-ın yüksəlmə dərəcəsindən asılı olaraq 25-lik, 50-lik, 100-lik, 150-lik ola bilir. Bu L-tiroksin dərmanı elə birinci qalxanvari vəzinin görmədiyi işin bir hissəsini həmin dərman görür. Amma həmin dərmanı uzun müddət içdikdə qalxanvari vəzi yavaş-yavaş büzüşür və təxminən 100 dozaya çatanda artıq qalxanvari vəz demək olar ki, fəaliyyətdən düşür. Amma bizim niyyətimiz odur ki, qalxanvari vəzini biz çalışdıraq. O işləsin, öz gücü hesabına işləsin. Ona görə də ora bir sıra təsirlər edir. Məsələn, dəniz kələmi bunlardan biridir. Sonra qalxanvari vəzin üstünə zəli qoyulmasını qoya bilərsiniz. Məsələn, həftədə bir dəfə, iki dəfə bir dənə zəli qoymaq həmin hissəni daha da qıcıqlandırıb işləmə məcburiyyəti elətdirir. Bunu da eləyə bilərsiniz.